söhbəti. Vətəndə yurt həsrəti. Qərbi Azərbaycan. Əziz həmvətənlər, indi də əməkdaşımız Samir Abbasovun hazırladığı Qərbi Azərbaycan Yurt Yerimiz adlı verilişi təqdim edirik. Qərbi Azərbaycan Sovet hakimiyyəti dövründə Ermənistana verildi. Bu dövrün sonraki hüquqi məsələləri Sovet İttifaqının çöküşü ilə bağlı mübahisələr ortaya çıxdı. Bugün Ermənistanda Azərbaycanlılara məxsus yer adları saxtalaşdırılıb, maddi və mədəniyyət abidələri məhv edilib. Ermənistanın apardığı etnik təmizləmə siyasəti beynəlxalq qanunlara ziddir. Qərbi Azərbaycan hazırki Ermənistan Respublikasında 1989-cu ilə qədər yaşamış Azərbaycanlıların tarixi ata-baba yurdudur. Bu haqda Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandanımız İlham Əliyevin çox gözəl fikirləri var. O deyir ki, bəli, bu bizim Azərbaycanın, Qərbi Azərbaycanda yaşayan bizim soydaşlarımızın tarixi torpağımızdır. Və bunu təsdiq edən xeyli tarixi sənədlər var. Yüz minlərlə mikrotoponimlər bunu təsdiq edir. Bunların hamısı Azərbaycan mənşəlidir. Bu vaxtlar bir daha söhbət edir ki, bəli, Ermənistan ərazisində tarix bu Azərbaycan xalqı yaşayır. Amma ayrı-ayrı dövrlərdə həm Çar Rusiyasından, həm də Bolşevik Rusiyası zamanı dünyanın müxtəlif yerlərindən bizim yurt yerlərimizə məqsədli şəkildə ermənilər köçürlərlə yerləşdiriblər. Və bunu təsdiq edən xeyli tarixi sənədlər var. Yüz minlərlə mikrotoponimlər bunu təsdiq edir. Bunların hamısı Azərbaycan mənşəlidir. Bu vaxtlar bir daha söhbət edir ki, bəli, Ermənistan ərazisində tarix bu Azərbaycan xalqı yaşayır. Amma ayrı-ayrı dövrlərdə həm Çar Rusiyasından, həm də Bolşevik Rusiyası zamanı dünyanın müxtəlif yerlərindən bizim yurt yerlərimizə məqsədli şəkildə ermənilər köçürlərlə yerləşdiriblər. Uydurma bir erməni dövləti yaratmaq üçün yaranmış bir şərait olub bu. Böyük bir deportasiyaya biz məruz qaldıq. Hansı ki, Qərbi Azərbaycanla bir neçə dəfə deportasiya olub. Həmin deportasiyalarından 8-59-cu illərdə, ondan qabaq 18-19-cu illərdə, 20-ci illərin sonlarında və ən nəhayət, ən kəskini isə 1988-ci ildə oldu. Ən böyük deportasiya da burada oldu. Artıq orada Azərbaycansız Ermənistan yaratdılar. Bir dənə də Azərbaycanlı qalmadı. Hamı bir nəfər kimi 88-ci ildə başladılar. Son Azərbaycanlılar hamısı oradan köçdü. Azərbaycansız bir mühit yaratdılar özlərinə. Qərbi Azərbaycan. Bu diyar sadəcə bir coğrafi sərhəd deyil. Həm də bir xalqın kimliyi, həsrətinin, mədəniyyətin səsini yüksəldən məkandır. Bu torpaqlar həm də özündə bütün bir ruhu, yurda qayıdışın həsrətini yaşadır. Qərbi Azərbaycanın gür yaşıllığında, dağların qoynunda gizlənən bir kənd var. Həmin kəndin havası təravətli, torpağı isə illərin sirlərini daşıyan bir xəzinə kimidir. İndi az qala əfsanəyə çevrilmiş bu yurt yerinin hər bir daşında, hər bir ağacında, hər bir küləyin əstiyi anında bir tarix gizlənir. Bir zamanlar bu torpaqlarda yaşayıb, öz dilini, mədəniyyətini, adət-ənənələrini yaşadan insanların, öz dilini, mədəniyyətini, adət-ənənələrini yaşadan insanların əzəmətli izləri bu gün də hər bir daşın, hər bir çiçəyin, hər bir səsin içində gizlənir. Qərbi Azərbaycana qayıdış min illik tarixə, mədəniyyətə və torpağa yolçuluğun başlanğıcıdır. Həmin torpaqlarda ayaq bastığımız andan etibarən sanki yüzlərlə il öncədən qalan yaddaşlar bizə doğru gəlir, bizə yol göstərir. O yolda biz əvvəlki zamanların musiqisini, o qədim bir anı ilk dəfə eşitdiyimiz bir nağılın təkrarı ilə qarşılamağa başlayırıq.
Qərbi Azərbaycanım. İnanırdıq qoynuna dönər yaxır əzəl, Sinəldə ullarının qəbri Qərbi Azərbaycanım. Sinəldə ullarının qəbri Qərbi Azərbaycanım. Gəlirik gözlə bizi 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 Qərbi Azərbaycanım. Cennet mekan torpağım, güzeldi yayın kışın. Xəyanət qurbanları daşındı qoşun qoşun. Qonubdu çeyniyinə yenidən şahlıq qoşun. Böyük Türk ellərinə kökü Qərbi Azərbaycanım. Onurdu çeynine yeniden şahlıq qoşun. Böyük Türk ellərinə kökü Qərbi Azərbaycanım. Böyük Türk ellərinə kökü Qərbi Azərbaycanım. Aparacaqlarımın tüstüləri yoxumdan, Çiçək yüzlü yanamın hörükləri yaxamdan. Qıxdədərlik illərin İrəvan xanlığında çıxsın, babalarından çıxsın uydurulmuş adlarım. Qıxdədərlik illərin İrəvan xanlığında çıxsın, babalarından çıxsın uydurulmuş adlarım. Sinəndə ullarının qəbri Qərbi Azərbaycanım. Gəlirik gözlə bizi 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 Qərbi Azərbaycanım. Göyçədə kökdən düşən sazlar yenə cəngidə, qamçını vurmaq qalır ayaqlar üzəngidə. Öndə görüz vedilər dərələyəz təngidə, arpa çayım arazım kürüm Azərbaycanım. Arpa çayım arazım kürüm Azərbaycanım. Yurdunu sevenlerin Qəlbi Azərbaycanım. Yurdunu sevenlerin Qəlbi Azərbaycanım. Gəlirik gözlə bizi Qərbi 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 Azərbaycanım.
olun.